Salam əziz iştirakçılar, hamınızı salamlayıram. Bugün bizim ikinci qrupumuzdan təlimimizin sonuncu günüdür, 8-ci günümüzdür. Bugün demək olar ki, bizim sağollaşma günümüzdür. Eyni zamanda yarımçıq işlərimizi tamamlayırıq. Kimin harada səhvi varsa onların üzərindən işləyirik. Və yenə də bu əl işlərinin bəzi hissələri var ki, çox asan hissələrdir. Bunu çox rahat mənimsəyib iştirakçılar. Amma məsələn, muncuq çantaların kənarları var, lupları var ki, orada bəzi çətinliyi olan iştirakçılar var. Onları da bir daha üzərindən keçirik, təkrarlayırıq ki, daha yaxşı yadlarında qalsın. Çünki bu bizim təlimdə sonuncu günümüzdür. Amma biz sizlə sərgilərdə görüşəcəyik. Sərgilərdə hamı öz əl işlərinə biraz düzəliş verəcək evdə və yeni işlər hazırlayacaqsınız. Biz sərgidə onları satışa çıxara bilək. Və eyni zamanda bilirsiniz ki, bugün bizim sonuncu günümüz olduğuna görə hər kəsin bu 7 gün ərzində, bugün 8-ci günümüzdür və bu günlər ərzində hazırladığımız bütün işlərimizi özünüzə təhvil veririk. Çünki işlərin əksəriyyəti bir-birinə bənzəyir. Həm muncuq çantalar olsun, qolbaqlar olsun. Demək olar ki, əksər iştirakçılar bunu rahat öyrənə biliblər və hazır çantalar, hazır muncuqlar təhvil verən iştirakçılar çox idi. Buna görə bütün işləri özünüzə təhvil veririk ki, sərgiyə özünüzlə gətirəsiniz. Eyni zamanda burada iştirakçılarımızın bəziləri tam sıfırdan başlamışdı. Bəziləri isə müəyyən bacarıqlara sahib idi artıq təlimə başlayanda. Sıfırdan başlayan iştirakçılarımız da var ki, baxın burada Nurayla mamasının işi var, yəni onlar sıfırdan başlamışdılar. Ümumiyyətlə muncuq işini, muncuq hörmə texnikasını bilmirdilər. Amma bu təlimi sonuna yekunlaşdırıblar. Eyni zamanda Rəvanə ilə anası həmçinin, sonra burada İngilabla maması da artıq ikinci çantanı bitirirlər, maşallah. Yəni onlarda da bu çanta işini bilmirdilər onlarda. Amma burada Əzizə xanımın çox gözəl çantası var. Necə çanta hazırlayır Əzizə xanım. Əzizə xanım sadə çanta toxuculuğunu bilirdi. Sadəcə olaraq burada biraz da özünü təkmilləşdirdi və müxtəlif materiallarla işləməyə başladı. Burada muncuqdan əlavə Əzizə xanım belə çantalarda toxuyur. Onları yəni sıfırdan başlayıb. Bu toxuma texnikasını heç bilmirdi. Və əlavə olaraq kiçik aksesuarlar da hazırlayıb ki, onlar da həmişə sərgilərdə alıcıların marağına səbəb olur. Qızım da çanta hazırlayır. Bu bizim hazır ilməli sapımızdır. Bir çox iştirakçılar var ki, əsasən yaşı az olan, əlillik dərəcəsi nisbətən ağır olan iştirakçılarla biz hazır ilməli saplarla işlədik. Çünki bu sapların ilməsi hazırdır və bunları sadəcə alətsiz olaraq bir-birinə keçirilir iştirakçılar. Aysun qızımız bundan bir neçə sayda şərf hazırlayıb, indi də çanta hazırlayıb, bir əlində papaq hazırlayıb, hə Aysun? Göstərə bilərsən? Bax, belə papaqdır, Aysun hazırlayıb. Yəni bu saplardan da fərqli materialdır və daha asan mənimsəlidir bunun texnikası. Çünki sadəcə bir-birinə keçirdirik ilmələri. Aysun bir neçə bu formada şərf, papaq, indi də çanta hazırlayır anası ilə birlikdə. Belə, bu təlimin sonuna qədər də işlərimizi yekunlaşdıraq və daha sonra sizlər sərgiyə qədər də sizdən çoxlu gözəl işlər gözləyirik. İnşallah ki, yaxşı olar. Hamınıza uğurlar arzulayıram.
Qıraqları çəkin, qıraqlarından yeri başlayın. Qıraqlarını çapmayacaq. Bax, əgər istifadə alırsınız zəncir və baxırsınız, rahat işiniz. Yoxsa özünüzdən bu deməyə çalışanda yəni o oradan çabıqda işinizi açdırırsınız. Mən bunu çox şey deyirəm. Əzizə, Nərgizə də ki, işlərini götürsünlər sonra. Nəmi gəlməlidir? Bir də Günel haradadır? Günel getdiyi siyahını götürdülər məli. Müəllimə, bir də sat verirlər. Sat verək. Allah vermənlər. Mənim səhvim var baxın. Mən də üzümdə İkinci var, dairənin ikinci dairənin girişlərində. mən dedim ki, siz o şiir yazan o nədir? Şairin yanındaydı. Əzizə, bunu Nərgizə Nərgiz. Nərgiz. Ay şey, mən yazılan aldı gətirdim. Yəni bir şey nəzərdə sərgiyə Düzəltmiyorlar bununla qolbaq. şey verirsən. Tübə Baba mənə niyə Bəzi verir? material yoxdur. Köhnələri götürürsən. Mənə versə mən onu baxaram. Yəni Ben de yansıman aldık. Getdi, təzələr romantasına çıxmadım deyib, bu qolbaq toxumamışım. Dəyişib düşür, bəzi kimsə görmür. Qıraban düşür, yoxsa burası mı? Yox. Aferin sənə. Yox, kimsə götürüb. Bir daha sən düz mənim görürəm bunu verirsən. Onu bura gətirin. Mən yoxdur, gətirin. Mən bundan biləcəm. Qara yoxdur, bir başqa bir də süzə gedir. Artıq qalmış. Adi iğne sat. Evdə adi iğne Qızlar, səhvən kimsə görməyib, təzə indi bir dəqiqə alacaq deyil, burada qolbaq hörmət sürezi. Ana mənə Stolun üstündəyim Çok var. alınmıyor. Gedəndən yəqin elə bir Hayır, bayaqdan burada gözümün qabağında. yoxdur. İstəyirsən mən kömək edeyim.
Mama Nilütçü, Pervane kalabalık için niye gelmiyorsun? Merve bu böyle biraz Sen de bize mi okul hakkında? Güzel. Birinde bu çaylar. Sen de sonra çantam var. İnşallah. Buna da güzel. Süper. Şimdi de Çok hasar değil ama. Valla hamısını biz Zümrüt məndən sayəsində öyrəndik. Çocuğumla bana dedim şu hediye vereceğim. Qubad müəllim də sağ olsun ki, bu layihəni bizə belə şərait yaratdı. Bizim həm özümüzə inamımız oldu, həm kollektiv işləməyi öyrəndik. Aferin sana. Gözde kendine. şeyler çok güzel. Hem evde el işleri, Xəyal xala, köhnələr canlı sənətdə. Mən də istəyirəm burada. Belə balaca rizm xala geçe bağladı. yapışırsa yapışır da gözü gelecek.
Ha. Ben güzel. Özün diyeceksin ki görünmüyor daha maraqlı olsun. Revan etmeyelim. Hazır olmuş. Özünün köprüyü. Rəza qəşəng texnika tapdım. Qəşəng bunu belə buradan bunu qatlayıram. Sonra buradan çıxırıq. Sonra sağlam gəlib quruyor. Evimdən bura. Çünki bura gəlmək üçün mən onu işləmişdim. O biri işləmişdim bura. Bura qalmışdı. Özə piyada gəlmişdim. Şey alıyor. Hansıda olur? Şuraya qatarlı astroşkasları kırdalar. Bir de Nuray'a güzelsin. Doğrusunuz orada. Oradan bura piyada Bunu gəlmişdim. neçə danışırız? Ne gelin balalar gelirsiniz gəlirsiniz. Eşitmə deyil məsəl üçün. Buradan başlayıb düşlərə. Sana ne güzel. Hələ onu yola sağ çəkir. Nuray'a gitmesin. Bura 3 dənə başlayır. Sağ ol. Davamlı elə necə çantam. Burada deyirəm, sən baxa baxa. Sağ ol. Oldular. Qəşəng onlardan top. O sağ səndə çox qəşəng aldı. Qapını açında. Hə, çox olmadı da oluyor. Tamam, bir dənə bunun burasını çək. Ortaya iniyoruz. Çok yakın değil mi? Ben de burada burası Akşam şey gideceksiniz. Kocasını oraya gelip satarsınız siz. Ben ama taksiyle gidersiniz de. Ama bu tatlı olsun. Ay, hele görüşelim. Biz bugün çekiyorlar. İçine kadar bizim. Cumali, Ayta. bir tane burada besliyorsun. Sen de ya. Az önce paran apardı. Sen kitaplasın. Ya paran apardı onu. Kazar imam gelir. Mama. Yerden üç tane muzur takıp atarında da deyirəm ki, muzurları yerden götürüp aparır. Sen dön, biz de sen dön yakın yanlardan. Yani o dönüyor onlardan.
Hara gitsin Aygül. Yok, işim yok. Cevabı yerində. Yeri ki, otur yerində deyirəm də sənə. Adetinkin elədilər. Kimsə elətdir. O necə tikə içərsən mən? Verəcəksin, necə də adı var, yanına Onun için Bize bunu aşırıda ben hiç gözüm var. Şu yılan gibi, şu gökler aldım. yani çətin deyil o. Çizme yaxşı mı çıxırtılar? Güzel kaldı, yani şimdi güzeldi. Namaz icra olacak bu layihə. Yenə odasında. Yenə ye. Gəlmək istəməyən çəpişim, ay çəpişim. Çəkmək Bizim kalma dilim, dilim 8 dəstə olsa, nə bəlkə də xalı da gəlmiş. Öyrənmişik. Bunda şey və qabət gedəcək. Yox. buradan sevgin al. Şu da bir şey yok. 27, 28, 29'u. Yine geldi bir birlikte. Ama bir dakika da yalan kaldı. Böyle mesela bakın. Sen hem siz gelmeyi tasvir edin. Bu böyle hep böyle Yanardağ'da diğer bizim bölümlerimiz var. Onların erişimleri var. Onlar bizden de getirebilirler. Satış tercihleri çok görüyoruz. Onda bizim yanımızdan etrafımızdan ağlaştılar. Ergi yoksun, buradakiler olsun. Yanardağ'ı nöbə zümrüt hamısı ayaşlanır. Yəni bir həftə olanda hamı bir həftə olmur da bölüşür. Bir həftə deyəndə yəni. Onu deyirəm, mən deyirəm hərə özü gedəcək də yəni. Bəli, bəli. 27 saat sonra başlayacaq. 27 saat. Azadlıktan orada şey gelir değil mi? Metrodan 147. 27 saat bak. 147. Bizim yanımızda gelir. Mezara gelir.
Sen de vefa Binəqəddən 147 mi düşdü yanardan? Niye otursun? Binəqəddə yaşayır. Binəqəddə yaxındır. Yanardan yanarsa düşür. Elə gedib düz ora yanardan. Yatay Geç saxlasın. Derli axırda çıxartdı yəni ki ora. Digər yolundan gedir, digər Ora getmiyor, düz yanardan getmiyor. Sen onu sorar da. Sonra o yox, mən 147 yaz qabağına görə yazılır ki yanardan sana. Sonra rəvişi də çəkdə nə olar? Ben ana statusda paylaşa bilərim. Niyə paylaşmıyorsun? Hə, paylaşacağım. Sizin mənim öz fəaliyyətim. Rüsumlu mənim də şəkildə paylaşacağım. Ana. Hatta gözlerinde özü de. Mən bizə maşın bayaqdan deyərdim, Ömür xanım, mən mal düşməmişəm deyəsən. Babalarımıza Ay götürə. Əl işlərimi də götürün. On qol var. Yerindən. Çok güzel. O benimkidir. Al siz götürüp satayım. Şimdi getirip İşim şu anda şarkı sanatsın. Sağ ol, ben yok uzakta koyacağım. Sağ ol, akşam yürüyelim sağ ol. İnşallah. İlk uzak çatırdı akşam olur. Ay Gülüstan 70 manat, 80 manat. Sarıçahar'da onun yarısı boyunca 70 sene Akşam kızlayız. Buna bakalım da. Siz necə? Siz sərgilə satacaqsınız, yer pul vermirsiniz. Düz Sən şəhərliklər, Düz deyir ha. İlə qiymət qoyulmaz. İki dənə bəsdir. Ailesi var grup rəhbər düşüyor. Değerli izleyiciler, sizden bir şey diyeyim. Yani bu sertifikat nəzərdə tutulmamıştır. Bu biraz efendim, sizin adınıza layık değil. Ben onun sertifikatını dünən akşam birdən-birə deyilmədi. Bu da saat 5'de grupa yazalım. Dedim ki, yaxşı diyor da böyle bunlara bir sertifikat verelim ama çerçevesiz olduğunu Çok teşekkür ederim. Bu zəruri gönderdik çerçeve alsın. Geçtik bütün kırılanı gezdi tapmadı. Narahat olun. Allah Var razı iki olsun. tane dedim da birini alıp Valla bu özü bizim için evet. Size çok razıyız. Ne yapacağız? Başlayalım. Hakikaten de. Vaktimiz Vallahi belə. Əziz iştirakçılar, bugün sizinlə təlimlərimizin sonuna gəlib çatmışıq. Həm 8-ci təlimimizin sonunda, həm də ümumiyyətlə layihəli sonudur. Və bugün yenə də iştirakçılarımız yarımçıq işlərini tamamladılar. Hələ də son toxunuşlar gedir. Amma yenə sərgiyə qədər vaxtınız var. Kimin əgər tamamlanmamış işi varsa və ya yeni iş hazırlamaq istəyirsə, sərgiyə qədər hazırlaya bilərsiniz.
və əgər köməyə ehtiyacınız olsa, yenə mənə müraciət edə bilərsiniz, telefon vasitəsilə suallarınızı verə bilərsiniz. Bundan başqa mən demək istəyirəm ki, bizim bir iştirakçımız var, İskəndər. İskəndər təzə başlayanda muncuqları valideynin köməyi ilə, bəzən olurdu bizim iştirakçıların köməyi ilə, yəni qarşılıqlı şəkildə dəstək ilə keçirdirdi. Qolbaq hazırlayır İskəndər və burada çoxlu sayda qolbaqları var hazır. Amma İskəndər bugün tək sərbəst, heç kimin köməyi olmadan işləyə bilir. Eləcə də Nuray qızımız qolbaqları hazırlayır. Anası ilə bərabər çanta da hazırlayıblar və demək istəyirəm ki, burada olan iştirakçıların elə hamısı, birinci bəzi iştirakçılar var idi ki, heç bir bacarığı yox idi. Yəni sıfırdan öyrənənlər də oldu. Öz bacarıqlarını təkmilləşdirənlər də oldu. Yeni materiallarla, yeni texnikalarla işləməyi öyrəndilər. Amma əksər iştirakçılarımız, demək olar ki, iştirakçılarımızın 70-80% heç bacarmayanlar, sıfırdan başlayanlar idi ki, onlar da çox maşallah belə sürətli başlayıblar deyim. Bu təlimimiz bitənə qədər 3-4 çanta hazırlayan iştirakçılar var. Burada Nərgiz xanım var, onun işləri çox çıxarılır. Burada Nərgiz xanım da çox sayda çanta hazırlayıb. Nərgiz xanım özü rəssam olsa da bizdən toxumağı öyrəndi və burada da fərqli üsullar, texnikalar öyrəndi, fərqli materiallarla işləməyi öyrəndi. Eləcə də Əzizə xanım, o da özünü təkmilləşdirdi və sadə saplarla da toxumağı öyrəndi. Burada işlər var və hələ də öyrənməkdə davam edirlər. Çünki bu işlər belədir ki, gərək daim özünüzü inkişaf elətdirəsiniz. Bir texnikanı burada öyrənmişiksə, evdə daha nələr edə bilərik? Öz fantaziyamızı işə salmalıyıq, öz ideyalarımızı həyata keçirməliyik və yenidən öyrənməliyik daim ki, bizim işlərimiz o yüksək səviyyəyə, peşəkar səviyyəyə gəlib çatsın. Əgər mən düşünürəm ki, bu qədər iştirakçı burada eyni anda, biz 10 iştirakçı nəzərdə tutmuşduq bir qrupda. Amma bizim qruplarımızda 15-18 iştirakçı eyni anda iştirak edirdi. Və bu qədər az müddət ərzində, 8 təlim içərisində siz bu qədər işləri sıfırdan başlayıb belə öyrənənlər var. Öyrənə bilmişsinizsə, yəni siz artıq demək olar ki, işin əsasını öyrənmişsiniz. Daha özünüzü inkişaf elətdirmək artıq bu sizin özünüzə qalır. Və inanıram ki, siz bundan da gözəl işlər hazırlayacaqsınız. Hər sərgidə bizi təəccübləndirəcəksiniz gözəl işlərinizlə. Elə hamınıza uğurlar arzulayıram. Bu işləri bıraxmayın, yəni sizə çox vacibdir. Həm xüsusi övladı olan analara, həm uşaqlara. Burada uşaqların motorikası işləyir, diqqəti işləyir, konsentrasiya işləyir. Eyni zamanda anaların da özlərinin məşğuliyyəti olmalıdır. Çünki analar bütün günü bu uşaqlarla məşğul olurlar, onlara qulluq edirlər, onları harasa aparırlar, gətirirlər. Onların özlərini ayırmağa zamanı olmur, özlərinin həyatlarını unudurlar. Amma burada onlar bir şey ərsiyə gətirərək, məsələn bunu hazırlayırsa, baxıb buna özü ilə qürur deyə bilir. Amma ki, mən də bir şey hazırlamışam və sağlam psixologiyası olan ananın da öz övladına həqiqətən daha çox faydası var. Nəinki o əsəbləri pozulmuş, daim stres içində olan bir ana. Ona görə vaxtınızı, zamanınızı düzgün dəyərləndirin. Bu telefonlardan, bu projetlərdən, oyunlardan uzaq olun. Onun əvəzində bu işlərlə məşğul olun ki, həyatınız rənglənsin. Hamınıza uğurlar arzulayıram. Çox sağ olun.